Pulun yoxdursa, keçid də yoxdur. Belə ki, İran Hörmüz boğazını pullu magistrala çevirir. Gündəm xəbərin efirində 22 mart tarixli və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, İranın parlament komissiyasının üzvü Layəddin Borucerdi məhz İslam Respublikasının Hörmüz boğazı üzərində yeni suveren rejim tətbiq etdiyini və bəzi xarici gəmilərin keçidi üçün məhz 2 milyon dollar məbləğində rüsum toplanmağa başladığını bəyan eləyib. Müsavat.com xəbər verir ki, gündəm xəbəri Müsavat.com əsnədə məlumat verir ki, İran International nəşri bu barədə məlumat verir ki, həmin nəşrə danışan İranlı deputat bu addımı müharibə xərclərinin qarşılanması zərurəti ilə əsaslandırıb və Borucerdi vurğulayıb ki, 10 illiklər boyu davam edən status quo dəyişib və İndo-Hörmüz boğazından keçmək istəyən gəmilər bu tranzit haqqını ödəməlidirlər. Müharibə pul tələb edir və biz təbii olaraq bu vəsaiti boğazdan keçən gəmilərdən almalıyıq. Bu İranın bölgədəki gücünün və hakimiyyətinin göstəricisidir deyə parlamentar bildirib və Financial Times-ın araşdırmasına görə artıq bir neçə tankerin, o cümlədən Hindistan və Pakistana məxsus gəmilərin bu məbləği ödəyərək xüsusi dəhliz vasitəsilə keçdiyini və ehtimal olunur və ödənişlərin nəqd pul və kriptovalyuta eyni zamanda barter yolu ilə də qəbul edildiyi bildirilir. Təbii ki, bu özəl ödənişli zona rejimi xüsusilə Amerika və İsrail tərəfindən tətbiq edilən iqtisadi təzyiqlərə qarşı Tehranın cavab reaksiyası kimi qiymətləndirilir və digər tərəfdən də Amerika prezidenti Donald Trump'ın boğazın 48 saat ərzində tam açılmayacağı təqdirdə İranın məhz enerji infrastrukturunu yerlə yeksən edəcəyi barədə ultimatumuna cavab olaraq Borucerdi məhz İsrailin enerji şəbəkəsinin cəmi bir gün ərzində məhv edə biləcəyini xatırladı və hazırda dünya sığorta şirkətləri eləcə də gəmiçilik operatorları Hörmüz boğazına yüksək riskli zona elan eləyiblər ki, bu da qlobal neft və qaz qiymətlərində kəskin bir artıma səbəb olub.